Növbəti bir qəbul sualının izahına baxaq. Deməli, tezliyi azaltdıqda lampaların parlaqlığı necə dəyişər? Şəkil 1-də induktivlik verildiyinə görə induktiv müqamətin düsturundan istifadə edirik. Yəni, XL bərabərdir omega L. Omega yerinə tezliyin düsturunu yazırıq, 2 pi nü. Onda XL bərabər 2 pi nü L olur. Buradan görünür ki, XL tezliklə düz asılıdır. Və bizim belə bir düsturumuz var ki, I bərabərdir U bölək XL. Buradan məlum olur ki, əgər induktiv müqamət tezliklə düz asılıdırsa, onda tezliyi azaltsaq, şərtdə tezliyi azaltsaq deyirik deyə, onda induktiv müqamət azalar olur. Amma lakin bizdən istədiyi parlaqlığı soruşduğuna görə cəryan şiddətinə görə nəzərə alırıq. Yəni, cəryan şiddəti də induktiv müqamətdən tərs asılı olduğuna görə, əgər induktiv müqamət azalırsa, deməli, cəryan şiddəti artar olur. Yəni, bir nömrəlidə, lampa 1-də cavabımız artar olur. İkinci lampaya baxdıqda isə, ikinci lampada müqamətin aktiv müqamət olduğunu görürük. Aktiv müqamət olduğuna görə, yəni ikinci lampaya aktiv müqamət birləşdirdiyinə görə, aktiv müqamət bilirik ki, heç nədən asılı deyil, yəni sabit kəmiyyətdir, nə tezlikdən, nə dairəvi tezlikdən, nə perioddan asılı olmadığına görə, onda ikinci lampaya görə deyirik ki, cavab dəyişməz olur. Yəni, ümumilikdə variant olaraq cavab olur artar dəyişməz cavabı, yəni Y variantı. Dəyişən cəryan bölməsinə aid olan test tapşırığıdır.